Salam, hər vaxtınız xeyir. Bu videoda biz coğrafiyadan Türk dünyası barədə qəbul tipli sınaq işləyəcəyik. Bildiyiniz kimi qəbul imtahanında 30 sual olur. Bunlardan 22-si qapalı, 5-i açıq, 3-ü isə situasiya tipli olur ki, biz bu gün Türk dünyası mövzusu barədə bu 30 sual tipinin hər birini həll edəcəyik. Siz də əgər abituriyent və MIQ imtahanına hazırlaşmaq istəyirsinizsə, gördüyünüz nömrə ilə 010 389 21 51 nömrəsi ilə əlaqə saxlayın və Elvin Gəzalov, yəni mənimlə birlikdə imtahana hazırlaşıb yüksək nəticə göstərin. Dərslər hər biri onlayn formada keçirilir, əvəzlə qeyd edək. Və yəni indi suallara keçək. 1. Sibir regionunda yerləşən türk qurumlarını təyin edin. Bu sual mən sizə belə yaxşı bir ipucu kimi deyə bilərəm yadda saxlamaq üçün. Sakit təbiət altında xırda təpələr. Siz bu cümləni yadda saxlayın, sonra baş hərfləri götürün. S, T, A, X, T. Cümləmiz nə oldu? Sakit təbiət altında xırda təpələr. Bəli, siz də baş hərfləri götürüb hər birini uyğunlaşdırın. Sakit məsələn S baş hərf Saxa. Təbiət T baş hərf Tıva. A altında Altay, Xakasiya, X, xırda. Təpələr T, Taymır. Deməli bizdə Saxa oldu, Tıva oldu, Altay oldu, Xakasiya oldu, Taymır oldu. Sibir regionunda yerləşən türk qurumları. Cavablardan hansı uyğun gəlir? D variantı. Altay, Xakasiya, Tıva. Belə. İkinci suala baxaq. Ural-Volqa boyu regionunda yerləşən türk qurumlarını təyin edin. Burada da eyni məntiqlə ipucu versək, təpədə böyük çinar sözünü yadda saxlayın. Təpədə böyük çinar. Təpədə T, Tataristan, böyük B, Başqırdistan, Ç, Çinar, Çuvaş. Hansılar oldu deməli? Tataristan, Başqırdistan, Çuvaş. Çuvaşi. Deməli bizim cavabımız A variantı oldu. Üçüncü suala baxaq. Şimali Qafqaz regionunda yerləşən türk respublikalarını təyin edin. Şimali Qafqaz regionunda yerləşən türk respublikalarını təyin etmək üçün yenə bir ipucu verək. Kükrəyən qasırğa. K və Q hərfləri oldu. K hansıdır? Kabarda, Balkar. Q hansıdır? Qaraçay, Çərkəz. Deməli bizim cavabımız nə oldu? Üçüncü sualda Kabarda, Balkar, Qaraçay, Çərkəz. C variantı. İndi dördüncü suala baxaq. Hansı Avropa ölkələrinin türk xalqları geniş yayılmışdır? Bu sual əslində gördüyünüz kimi çox rahat sualdır. Necə? İraq Avropa ölkəsi deyil, Əfqanıstan Avropa ölkəsi deyil. Ona görə A gedir, B gedir. Suriya Avropa ölkəsi deyil, D gedir. İran Avropa ölkəsi deyil, Y gedir. Bir dənə C variantı qalır. Bolqarıstan, Yunanistan, Ukrayna. Və bəli, həqiqətən bu üç ölkənin üçündə də türk xalqları geniş yayılmışdır. Belə, 5-ci suala baxaq. Aşağıda verilmiş məlumatlar hansı türk dövlətinə aiddir? 1. Ərazisində çöllər zonası geniş yer tutur. 2. Taxılçılıq dəmiyə şəraitində inkişaf etmişdir. 3. Əhalisinin dili Qıpçaq qrupuna daxildir. Və 4. Dünyanın ən böyük gölünə çıxışı var. Ərazisində çöllər zonası geniş yer tutur. Bu çox güman Mərkəzi Asiyadan bəhs edir. Bunu buradan başa düşə bilərik. Lakin tam olaraq hansı dövlət olduğunu bizə demir. Taxılçılıq dəmiyə şəraitində inkişaf etmişdir. Dəmiyə nədir? Əhalisinin dili Qıpçaq qrupuna daxildir. Qıpçaq qrupu ümumiyyətlə gəlin qeyd edək biz 6 dənə biz burada xalq adı çəkə bilərik və bunlardan 4-ü Q hərfi ilə başlayır. Q. Gördüyünüz kimi Qıpçaq sözü də Q hərfi ilə başlayır. Belə yadda saxlaya bilərsiniz. 4 dənə Q var. Qazax, Qaraqalpaq, Qumuq, Qırğız, Pilus, Noqay və Altay. Bunlardan hansı ikisi dövlətdir? Qazax və Qırğız. Bizdə sualda yenə türk dövləti, Türkmənistan, Özbəkistan türk dövləti olsa da Qıpçaq qrupuna daxil deyil. B və D, Qazaxıstan, Qırğızistan. Deməli biz iki variant arasında qalırıq. Əhalisinin dili Qıpçaq qrupuna daxildir. Dünyanın ən böyük gölünə çıxışı var. Bəli, dünyanın ən böyük gölünə çıxışı var deyəndə biz Xəzər dənizini nəzərdə tuturuq. Xəzər dənizi dünyanın böyük gölüdür və Qırğızistan heç bir çıxışı yoxdur Xəzər dənizinə. Lakin Türkmənistan və Qazaxıstanın var. Biz isə burada həm Qıpçaq dil qrupuna aid olduğu üçün, həm də Xəzərlə çıxışı olduğu üçün Qazaxıstanı götürürük. Deməli 5-ci sualda cavabımız B variantı oldu. 6-cı suala baxaq. Aşağıda verilmiş məlumatlar hansı türk dövlətinə aiddir? 1. 40 dərəcəli paralel ərazisini təxminən 2 bərabər hissəyə ayırır. 2. Ərazisində səhra və yarım səhralar geniş yer tutur. Buradan başa düşürük ki, Mərkəzi Asiyada yerləşir yenə. Ərazisi həm platform, həm də geosinknal qurşağında yerləşir. 4. Əhalisinin dili Oğuz qrupuna daxildir. Oğuz qrupunda gəlin indi qeyd edək. Oğuz qrupuna 6 dənə xalq adı biz çəkə bilərik. Türklər, Azərbaycanlılar, Qaqavuzlar, Türkmənlər, Axıska türkləri və Krım tatarları. Bunlardan hansılar dövlət qrupuna sahibdir? Türklər,
azərbaycanlılar və türkmənlər. Deməli, dünyanın ən böyük gölünə çıxışı var. Dünyanın ən böyük gölünə çıxışı var. Xəzərdən söhbət gedir. Deməli, Türkiyənin Xəzərə birbaşa çıxışı yoxdur. Lakin Azərbaycanın və türkmənlərin, Türkmənistanın var. İndi də gəlin bu ikisinin arasında biz seçim edək. Ərazisində səhra və yarımsahralar geniş yerdir. Bəli, 40 dərəcəlik paralel ərazisini təxminən 2 bərabər hissələndirir. Bəli, ərazinin platforma həm də geosinkronal qurşaqda yerləşir. Ümumiyyətlə variantlar arasında Azərbaycan yoxdur. Buna görə də elə Türkmənistan bizim doğru cavabımızdır. 6-ya getdi A variantı. 7. Aşağıda verilmiş məlumatlar hansı türk dövlətinə aiddir? Ərazisinin çox hissəsini 40 dərəcəlik paraleldən şimalda yerləşir. Ərazisində səhra və yarımsəhralar geniş yer tutur. Ərazisinin platforma həm də geosinkronal qurşaqda yerləşir. Əhalisinin dili Uyğur qrupuna daxildir. Ərazisinin çox hissəsi iki çay arasında yerləşir. Bu ərazidə məşhur hansı iki çay var? Amudərya və Sırdərya var. 7-ci sualdan biz ümumiyyətlə gəlin Uyğur qrupuna hansı xalqlar aiddir? Onu da qeyd edək. Özbəklər aiddir, Uyğurlar özləri aiddir, Tıvalılar aiddir, Şorlar aiddir, Xakaslar aiddir, Qızıllar aiddir. Lakin burada dövlətə sahib olan tək dövlət deməli Özbəklərdir. Buna görə elə avtomatik bizim cavabımız çıxır. A variantı Özbəkistan. Bəli, digər xüsusiyyətləri də Özbəkistana aiddir. Və Özbəkistan dediyimiz kimi Amudərya və Sırdərya çayları arasında yerləşir. 8-ci suala baxaq. Aşağıda verilmiş məlumatlar hansı türk dövlətinə aiddir? Ərazisinin çox hissəsi 40 dərəcəli paraleldən şimalda yerləşir. İki müstəqil türk dövləti ilə həmsərhəddir. Ərazisi geosinkronal qurşaqda yerləşir. Əhalisinin dili Qıpçaq qrupuna daxildir. Çay vadilərində suvarma ikincisi inkişaf etmişdir. Biz həqiqətən bayaq Qıpçaq dil qrupuna hansı xalqlar aiddir qeyd etmişdik. Qazax aiddir, Qaraqalpaq aiddir, Qumuq aiddir, Qırğız aiddir, 4 dənə Q, plus Noqay və Altay. Deməli, biz baxaq, iki müstəqil türk dövləti ilə həmsərhəddir. Qazaxıstan ümumiyyətlə 3 türk dövləti ilə həmsərhəddir. Türkmənistan, Özbəkistan və Qırğızıstanla. Bundan əlavə Qazaxıstan Rusiya və Çinlə sərhəddir, lakin onlar türk dövləti hesab olunmur bildiyimiz kimi. Qırğızıstan isə Qazaxıstan, Özbəkistan, Tacikistan və Çinlə ümumilikdə həmsərhəddir. Bunlardan ikisi türk dövlətidir. Qazaxıstan və Özbəkistan. Deməli, bizim cavabımız burada Qırğızıstan olacaq. Bəli, ərazisi geosinkronal qurşaqda yerləşir, dağlıq qurşaqda yerləşir. Bəli, Qırğızıstan həqiqətən belədir. Çay vadilərində suvarma ikincisini inkişaf etmişdir. Bəli, iki müstəqil türk dövləti ilə həmsərhəddir. Bəli, dediyi hansılardır? Qazaxıstan və Özbəkistan. Ərazisinin çox hissəsi 40 dərəcə paraleldən şimalda yerləşir. Bəli. 8-ci sual getdi D. 9-cu suala baxaq. Türk dövlət və ya qurumların yerləşdiyi coğrafi obyektləri seçin. Üst yurt platosu. Bəli, Türk dövlət və qurumların yerləşdiyi ərazidədir. Şərqi Avropa düzənliyi. Bəli. Böyük Xinqan dağları. Xeyr. Alaşan dağları. Xeyr. Verxoyansk silsiləsi. Bəli, doğrudur. Sixot-Alin dağları. Xeyr. Deməli, bizim burada cavabımız 1, 2, 5 eləcək. Cavabımız elədir D variantı. 10-cu suala baxaq. Qazaxıstan və Türkiyə üçün oxşar cəhətləri müəyyən edin. 1. Daş kömürün əsas idxalçılarıdır. 2. Çayları dünya okeanı və daxili hövzəyə aiddir. 3. Marikultur təsərrüfatı inkişaf etmişdir. 4. Eyni dil ailəsinə mənsubdur. 5. Ərazilər 2 qitədə yerləşir. 6. Ərazisinin bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Elə baxan kimi görürük ki, 5-i mütləq götürməliyik. Çünki həm Qazaxıstan, həm Türkiyə bildiyimiz kimi ərazisi 2 qitədə, yəni həm Asiyada, həm Avropada yerləşir. Buna görə 5 olmayan variantları biz ataq. B variantı gedir, D variantı gedir, A, B, C qaldı əlimizdə. Marikultur təsərrüfatı inkişaf etmişdir deyil. Bu da Qazaxıstanın dənizə birbaşa çıxışı olmadığı üçün qeyri-mümkündür. Buna görə 3-ü də atırıq. Ərazinin bir hissəsi okean səviyyəsindən aşağı yerləşir, eyni dil ailəsinə mənsubdur. Bəli, Qazaxıstan da Türkiyədə. Hər ikisi eyni dil ailəsinə mənsubdur. Buna görə 4 olmayan variantı atırıq, yəni C getdi. 1, 4, 5, 2, 4, 5, A və Y variantı qaldı. Çayları dünya okeanına və daxili hövzəyə aiddir. Bəli, İrtış çayı belə ki, Qazaxıstandan başlayır və Ob çayına tökülür. Ob çayı da bildiyimiz kimi Şimal Buzlu okeanına tökülür. Türkiyədə isə nə çox çay var ki, onların əksəriyyəti elə dünya okeanına tökülür. Lakin Türkiyənin həm də Qazaxıstanın ikisinin də daxili hövzəyə Xəzər dənizinə axan çayları var. Buna görə də 2-ni biz götürürük. 2, 4, 5 cavabımız Y variantı oldu. 11-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Balxaş Qazaxıstandadır, İssık-Kul Qırğızıstandadır və Labnor Sinçizyan Uyğurdadır. Deməli, bizim cavabımız nə elədi? 1-ə getdi Y, 2-yə getdi B, 3-ə getdi A. A variantı.
12-ci suala baxaq. Ərazisində irriqasiya işlərinin daha çox aparıldığı türk dövlət və dövlət qurumları. İrriqasiya nə deməkdir? Suvarma işləri. Suvarma işlərinin harda, nə zaman ehtiyac olunur? Bu zaman həmin ərazi kifayət qədər rütubətlənməsə, bu zaman irriqasiya işlərinə məşğul olmaq vacibdir. Məsələn, Tataristan kifayət qədər rütubətlidir, Başqırdistan və Xakasiya kifayət qədər rütubətlidir. Buna görə biz 2, 3, 5, yəni Azərbaycan, Türkmənistan və Özbəkistan götürməliyik. Cavabımız elədir A variantı. 13-cü sual baxaq. Hansı dövlət və ya dövlət qurumu sahəsinə görə daha böyükdür? A. Qazaxıstan, B. Türkiyə, C. Saxa-Yakutiya, D. Kabarda-Balkar, E. Özbəkistan. Burada bizim cavabımız C variantı eləyəcək. Saxa-Yakutiya. Saxa-Yakutiya həm Qazaxıstandan, həm Türkiyədən, həm Kabarda-Balkardan, həm də Özbəkistandan sahəsinə görə böyükdür. Cavabımız elədir C variantı. Bəli, 14-cü suala baxaq. 14-cü sualda türk dövlətləri əhalisinin sıxlığının azalan sırası ilə verməliyik. Mən isə statistik məlumat verəcəm. Hər bir kvadrat kilometrə, hər bir müstəqil türk dövlətində nə qədər əhali yerləşdiyi barədə və siz də sadəcə sıralamanı daha sonra yadda saxlayın ki, bu tip suallar siz qarşılaşa bilərsiniz imtahanda. Azərbaycanda 1 kvadrat kilometrə 117 nəfər düşür. Türkiyədə 1 kvadrat kilometrə 110 nəfər düşür. Qazaxıstanda 1 kvadrat kilometrə 6 nəfər düşür. Kifayət qədər azdır bu. Qırğızistanda 1 kvadrat kilometrə 34 nəfər düşür. Türkmənistanda 1 kvadrat kilometrə 13 nəfər düşür. Özbəkistanda isə 1 kvadrat kilometrə 79 nəfər düşür. İndi isə biz türk dövlətlərinin əhalisinin sıxlığını azalan sırayla yazsaq belə bir sıralama alarıq. Birinci Azərbaycan, ikinci Türkiyə, üçüncü Özbəkistan, dördüncü Qırğızistan, beşinci Türkmənistan və altıncı Qazaxıstan. Hansı variant elədir? Cavabımız A variantı elədir. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızistan, Türkmənistan və Qazaxıstan. Növbəti suala baxaq. 15-ci sual. Müvafiq olaraq qaz, taxıl və neft ixracına görə seçilən türk dövlətləri. Neft ixracıdırsa, Türkiyə ola bilməz. Buna görə A və C variantlarını atırıq. Azərbaycan daha populyardır, təbii ki, neft ixracına görə bildiyimiz kimi. Taxıl, məsələn, Türkiyədə kifayət qədər çox yaxşı inkişaf eləyib. Özbəkistanda isə qaz hasilatı kifayət qədər populyardır. Buna görə cavabımız Y variantı eləyəcək. Özbəkistan, Türkiyə, Azərbaycan. 16-cı sual baxaq. Doğru sıraları təyin edin. Bu cədvələ biz baxaq və hər birinin hansı dil qrupuna aid olduğunu qeyd edərək cavabı tapmağa çalışaq. Tataristan Bulqar dil qrupuna aiddir və həqiqətən mülayim kontinental iqlim şəraitində yerləşir. Buna görə biz biri götürməliyik doğru kimi. Altay Uyğurda yerləşmir. Altay Qıpçaq dil qrupuna aiddir. Buna görə 2 atırıq. 2 hansı variantda varsa onu atandan sonra A, C, D variantı qalır. 2 C-ni də ata bilərik. Çünki biz biri artıq dəqiqləşdirmişik. 3 Tıva Uyğur. Bəli, Tıva Uyğur dil qrupuna aiddir və kəskin kontinentalda Sibirdə yerləşir. Buna görə 3-ü də götürməliyik. Cavabımız çıxır. Başqırdistan Qıpçaq dil qrupuna aid deyil. Onlar Bulqar dil qrupuna aiddir. Xakasiya Uyğur dil qrupuna aiddir. Bəli və həqiqətən kəskin kontinental ərazində yerləşirlər. Buna görə də bizim cavabımız 1, 3, 5 D variantı oldu. 16 getdi D. 17-yə baxaq. Ölkələr uyğun gələn xüsusiyyətləri Eyler-Venn diaqramına əsasən qruplaşdırın. Özbəkistan, Qazaxıstan. Ərazisində muxtar respublika var. Bəli. Bunlardan Özbəkistanın ərazisində muxtar respublika var. Adı da Qaraqalpaqistan Muxtar Respublikasıdır. Pambıqçılıq ixtisaslaşma sahəsidir. Bəli, Özbəkistanın ixtisaslaşma sahəsidir. Belə baxanda görürük ki, D və Y variantları getdi. Xəzərə çıxışı var. Özbəkistanın Xəzərə çıxışı yoxdur birbaşa. Qazaxıstanın bəli var. Deməli, üçüncü cümlə Qazaxıstana aid oldu. Əhalisinin bununla bərabər C variantını da atırıq. Əhalisinin dili Qıpçaq dil qrupuna aiddir. Bəli, Qazaxıstanın dili Qıpçaq dil qrupuna aiddir. Buna görə sadəcə Qazaxıstana gedir bu. Özbəklər isə Uyğur dil qrupuna aiddir. Neytral dövlətlər qrupuna daxildir. Burada biz sadəcə Özbəkistanı götürməliyik neytral dövlət olaraq.
belə və sərhədində Aral gölü yerləşir. Hər ikisinin ortaq cəhətidir. Həm Özbəkistan, həm Qazaxıstan. Ümumiyyətlə ikisinin arasında yerləşir Aral gölü. Buna görə bizim cavabımız B variantı oldu. 18. Qaqauzlar əsasən hansı Avropa ölkəsində məskunlaşıblar? Moldova, Ukrayna, Qazaxıstan, Bolqarıstan yoxsa Rusiya? Bu sadəcə yadda saxlayın ki, Qaqauzlar Moldovada məskunlaşıblar. Bəsit sualdır. 19-a baxaq. Xəritə sxemində göstərilmiş türk dövləti haqqında doğru fikri müəyyən edin. Burada hansı dövlət qeyd olunub? Şəkildə Qırğızistan verilib burada. Əhalisi əsasən türk dil qrupunun Özbək qoluna daxildir. Ölkə ərazisində səhra və yarımsəhra landşaftı üstünlük təşkil edir. Qırğızistanda əsasən dağlıqdır. Muxtar Respublikaya malikdir. Xeyr. Zəngin neft və təbii qaz ehtiyatına malikdir. Xeyr. Müstəqil türk dövlətləri arasındakı ən hündür zirvə burada yerləşir. Bəli, qələbə piki məhz Qırğızistanda yerləşir. Hündürlüyü də 7439 metrdir. Deməli bizim cavabımız Y variantına aid olacaq. 20-ci sual baxaq. Xəritə sxemində göstərilmiş türk dövlətləri üçün ümumi ortaq xüsusiyyətlərə daxildir. Hansı türk dövlətləri göstərilib? 1 olan Türkmenistandır, 2 olan isə Türkiyədir. Ərazisi əsasən səhra və yarımsəhra landşaftında yerləşir, Xəzər dənizi sahilində yerləşir. İkini beyni biz çox rahatlıqla ata bilərik, çünki Türkiyə Xəzər dənizi sahilində yerləşmir. İran və Azərbaycan ilə quru sərhədinə malikdir. Türkmənistan Azərbaycanla quru sərhədinə malik deyil. Buna görə C-ni də biz rahatlıqla ata bilərik. D. Əhalisi türk dil qrupunun Oğuz qoluna daxildir. Bəli, həm Türkiyə, həm də Türkmənistan hər ikisi əhalisi türk dil qrupunun Oğuz qoluna daxildir. Buna görə bizim cavabımız D variantı olacaq. 21-ə baxaq. Xəritə sxemində göstərilmiş türk dövləti üçün doğru fikirləri müəyyən edin. Bu xəritə sxemində Türkiyə göstərilmişdir. Ərazisi 2 qitədə yerləşir. Bəli, doğrudur. Buna görə biz 1-i götürürük. Əhalisi türk dil qrupunun Qıpçaq qoluna daxildir. Xeyr, əhalisi Oğuz qoluna daxildir. 1-i götürürük. 2 bizə lazım deyil. A variantı getdi. Y variantı getdi buna görə. D variantında isə 1 olmadığına görə getdi. B və C qalır. 3. Sayılan 4 dənə sular yuyur. Bəli, düzdür. Ərazisində Asiyanın ucqar qərb nöqtəsi yerləşir. Bəli, Asiyanın ucqar qərb nöqtəsi Baba burnudur ki, Baba burnu da Egey dənizinin sahilində yerləşir. Buna görə 1, 3, 4 oldu cavabımız. Əhalisinin cins strukturunda qadınlar üstünlük təşkil edir. Xeyr, əsasən kişilər neft və təbii qaz ixracatında fərqlənir. Xeyr, bu Türkiyəyə aid deyil. Türkiyə neft cəhətdən çox da əhəmiyyətli hesab olunmur. 22. Türk dövlət qurumu və paytaxtı doğru göstərilmişdir. 22 gəlin deyək, Tıvan paytaxtı Qızıldır, Xakasiyanın paytaxtı Abakandır, Kabarda-Balkarın paytaxtı Nalçikdir, Qaraqalpaqıstanın paytaxtı Nukusdur və Başqırdistanın paytaxtı Ufadır. Burada variantlardan Y variantı bizim cavabımıza uyğun gəlir. Belə ki, Başqırdistanın paytaxtı həqiqətən də Ufa şəhəridir. 23-ə baxaq. Xəritə sxemində hansı türk dövlət və ya dövlət qurumlarının paytaxtları göstərilmişdir? Bəli, Özbəkistan paytaxtları adı Daşkənd, Başqırdistan Ufa, Türkmənistan Aşqabad, Sensiziyanın paytaxtı Urumçi, Qırğızıstanın paytaxtı Bişkek, Xakasiyanın paytaxtı Abakan. Xəritə sxemində hansılar göstərilib? Kazan, məsələn, Tatarstanın paytaxtıdır. Ankara Türkiyənin paytaxtıdır. Bakı bildiyimiz kimi Azərbaycanın paytaxtıdır. Aşqabad Türkmənistanın paytaxtıdır. Bişkek Qırğızıstanın paytaxtıdır. Astana Qazaxıstanın və Qornu-Altaysk Dağlıq Altay deməkdir. Altayın paytaxtıdır. Deməli bizim cavabımız 1 2 4 6 olacaq. 1 2 4 6. 24-cü sual. Türk xalqları və dil qolları üçün doğru sıraları müəyyən edin. Krım tatarları Oğuz dil qrupuna aiddir. Bəli, doğrudur. Noğaylar Qıpçaq dil qrupuna aiddir. Bəli, doğrudur. Qaqavuzlar Bulqar dil qrupuna aiddir. Xeyr, səhvdir. Qaqavuzlar deməli Oğuz dil qrupuna aiddir. Deməli bizim cavabımız Tıvalılar Uyğur, bəli, Tıvalılar həqiqətən Uyğur dil qrupuna aiddir. Qumuqlar Uyğur, xeyr, Qumuqlar qeyd etdiyimiz kimi Qıpçağa aiddir. Ona görə bizim cavabımız 1 2 4 olacaq. 25-ci suala baxaq.
Türkmənistan Respublikası üçün doğru fikirlər seçin. Qlauber duzu hasilatında fərqlənir. Bəli, Türkmənistan Qlauber duzu hasilatında fərqlənir. Aydın məsələdir. Əhalisi türk dil qrupunun Uyğur qoluna daxildir. Xeyr, bayaqdan biz çox qeyd etmişik. Türkmənistan Respublikasının Oğuz qoluna daxildir. Ərazisində səhra və ya yarımsəhra landşaftı yerləşir. Bəli, kifayət qədər var. Ölkənin Bektaş limanı ilə Azərbaycan-Bakı limanları arasında ticarət dövriyyəsi mövcuddur. Bəli, Bektaş limanının Xəzərə birbaşa çıxışı var və 1 3 4 bizim cavabımız olacaq. 5-ə baxaq. Ərazisi bütövlükdə cavan platformada yerləşir. Xeyr, inkişafda daha da geri qalan ölkələr qrupuna daxildir. Xeyr. 26-ya baxaq. Qırğızıstan Azərbaycandan fərqləndirən xüsusiyyətlərə daxildir. Materik daxili ölkədir. Hər iki ölkə materik daxili ölkədir. Həm Qırğızıstan, həm Azərbaycan. Buna görə fərqləndirən cəhət kimi götürmürük. Ən hündür nöqtəsi 5000 metrdən yüksəkdir. Bəli, Azərbaycan bilirik ki, ən hündür nöqtəsi 4466 Bazar düzüdür. Qırğızıstan isə 7439 metr qələbə piki və həqiqətən də arada gör nə qədər fərq var. 2-ni biz götürürük. Mineral bulaqlarla zəngindir. Azərbaycanın da əslində kifayət qədər badamlı, sirab, vayxır kimi və s. Çox zəngin mineral bulaqları var. Buna görə 3-ü götürmürük. Qızıl dəmir filizi və uran ehtiyatları ilə yaxşı təmin olunmuşdur. Ərazisi bir iqlim qurşağında yerləşir. Əhalisi türk dil qrupunun Qıpçaq qoluna daxildir. Azərbaycan biz bilirik ki, Oğuz dil qrupuna daxildir. Oğuz qoluna daxildir. Buna görə biz götürürük 2 4 və 5. Qızıl dəmir filizi və uran ehtiyatları ilə Qırğızıstan çox yaxşı təmin olunsa da, Azərbaycan də Qırğızıstan qədər deyil. Ərazisi bir iqlim qurşağında yerləşir. Bu da Qırğızıstana aiddir, lakin Azərbaycana aid deyil. Azərbaycan mülayim və subtropik iqlim qurşağının hər ikisində yerləşir. 27-yə baxaq. Ölkələrə uyğun gələn xüsusiyyətləri Euler-Venn diaqramına əsasən qruplaşdırın. Ərazisində muxtar respublika var. Deməli, bu Özbəkistana aiddir ki, Özbəkistan tərkibində Qaraqalpaqistan Muxtar Respublikası yerləşir. Ərazisində səhra və yarımsəhralar geniş yer tutur. Bəli, hər ikisinin ortaq cəhətidir. Xəzərə çıxışı var. Bəli, Türkmənistanın Xəzərə çıxışı olsa da, Özbəkistanın Xəzərə çıxışı yoxdur. Əhalisinin dili Uyğur dil qrupuna daxildir. Bəli, Özbəkistan əhalisinin dili Uyğur dil qrupuna daxildir. Türkmənistan isə xeyr, Türkmənistan Özbək aiddir. Neytral daha doğrusu Türkmənistan Oğuz dil qrupuna daxildir. Neytral dövlətlər qrupuna daxildir. Bəli, hər ikisinin ortaq cəhətidir neytral dövlətlər qrupuna daxil olması. Situasiya sualı. Situasiya sualını oxuyaq ilk öncə mətnini. A ölkəsi Mərkəzi Asiyada əhalisinin sayına görə ən böyük türk ölkəsidir. Ölkə mineral ehtiyatlarla zəngindir. Neft və təbii qaz, qızıl, uran, daş kömür və s. əsas təbii ehtiyatlarına daxildir. Ərazisi subtropik və mülayim iqlim qurşağında yerləşir. Ərazisinin böyük bir hissəsini səhra və yarımsəhra landşaftı təşkil edir. Təbii şəraitin təsərrüfata da böyük təsiri var. Bitkiçilikdə pambıqçılıq aparıcı sahə hesab edilir. Muxtar Respublika malikdir. Zaten biz Muxtar Respublika ifadəsini görən kimi bilirik ki, sadəcə bir ölkədən söhbət gedə bilər. Türk dil qurumunda Mərkəzi Asiyada yerləşən ki, bu da hansıdır? Bu da ki, Özbəkistandır. Özbəkistan tərkibində Qaraqalpaqistan Muxtar Respublikası var. Buna görə biz qeyd edirik 28-ci sualda ölkəmiz Özbəkistandır, Muxtar Respublikamız isə Qaraqalpaqistandır. Belə 28 bildik. 29-a baxaq. Ölkədə müşahidə edilən əsas ekoloji problemlər nümunələr qeyd edin. Ən azı 2 problem. Burada hansı biz problemləri qeyd edə bilərik? Özbəkistan problemləri, Aral dənizinin quruması, sənaye tullantıları, su ehtiyatlarının azalması və çirklənməsi, iqlim dəyişiklikləri kimi problemləri biz bu varianta qeyd edə bilərik. 30-cu suala baxaq. Xəritə sxemində A ölkəsi ilə həmsərhəd olan türk dövlətlərini seçin. Görürük ki, Özbəkistanla həmsərhəd olan türk dövlətləri 1 və 2-dir. 1-də Qazaxıstan təsvir olunub, 2-də isə Qırğızıstan. 3 hər nə qədər Özbəkistanla həmsərhəd olsa da, bu Tacikistandır və Tacikistan türk dövləti deyil. 5-də Əfqanistandır və o da hər nə qədər Özbəkistanla sərhəd olsa da, yenə də türk dövləti deyil. 6 İrandır və ümumiyyətlə sərhəd deyil Özbəkistanla. 7 isə Azərbaycan. Azərbaycanın da sərhədi yoxdur Özbəkistanla birlikdə. Lakin Azərbaycan bildiyimiz kimi türk dövlətlərinə aiddir.
Belə. Ümid edirəm izahdan razı qaldınız. Əgər hər hansı başa düşmədiyiniz bir məqam olsa, bunu mənə mütləq bildirin və mən elə videonun altında yenidən yerləşdirəcəm PDF-in linkini. Siz istəsəz istifadə edə bilərsiniz, öyrənə bilərsiniz. Yenidən gələcək zamanda bu PDF-i təkrar işləyib hansı qaranlıq məqam qalıbsa, onu qayıdıb videoda izahına baxa bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm və videonu yekunlaşdırmamışdan qabaq qeyd edim ki, əgər izahdan razı qaldınızsa, abituriyent və MIQ imtahanına hazırlıq üçün 010 389 21 51 nömrəsi ilə əlaqə saxlayın. Mən özüm tədris edirəm, Elvin Gözalov və əgər siz fərdi qruplarda da hazırlaşmaq istəyirsinizsə, hal-hazırda bu mümkündür. Siz mənimlə əlaqə saxlayıb fərdi qrupa və ya qrupa qoşulmağınızı, yəni mənə bildirməlisiniz. Belə, hər birinizə uğurlar arzu edirəm. Sağ olun, növbəti videolarda görüşərik.